çətirini də hazırlayıb quraşdırdıq. Bununla da manqalın bazasının da işləri yekunlaşmış oldu. Gördüyünüz kimi çətir birinci qaynaq aparatı ilə ölçüsünə uyğun qaynaqladıq. Əlavə olaraq biraz çətirimiz böyük olduğu üçün əlavə gücləndirici vermişik. Bu da qaynaqlandı və 5 dərəcə aşağısından sağdan və soldan bərkiledi. Bununla da bizim manqalın bazası da yekunlaşmış oldu.